Yenə sərhəddə ermənilər atəşkəsi pozdu. Ermənistan Silahlı Qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub. Martın 17-si saat 17:25-dən 21:45-ədək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çəmbərək rayonunun Vaqan və Basarkeçər rayonunun isti su yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Qeyd etmək istərdim ki, səhər də atəşkəsin pozulması haqqında xəbər sizə təqdim etdik. 11 saat 30 dəqiqə dünən gecədən bu gün səhərə qədər fasilələrlə ordumuzun mövqeləri atəşə tutulmuşdu. Martın 16-sı və 17-si son 2 gündə 5 dəfə sərhəddə atəşkəsi pozan Ermənistan bununla nə demək istəyir, nə etmək istəyir? Hər halda intensivləşib atəşkəs pozulması.